Daxili İşlər Nazirliyi cinayətkar qrupun 6 üzvünü saxlayıb. İstintaqın məlumatına görə onlar ərzaq mağazalarından oğurluq edir. Oğurladıkları əşyaları isə əvvəlcədən razılaşdırılmış şəkildə ticarət obyektlərinə təhvil verirdilər. Saxlananlardan ikisi də yetkinlik yaşına çatmayıblar. İlya Quduşauri ittihamı etiraf edib. Bu barədə onun vəkili bildirib. Səhiyyə Nazirinin keçmiş müavini barəsində qətimkan tədbirini məhkəmə bugün müəyyən edəcək. Ona rəsmi ittiham irəli sürülüb və hazırda Diqomi təcridxanasında saxlanılır. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Məlumata görə 2023-cü ildə artıq qalibi müəyyən edilmiş təcili yardım tenderi onun qərarı ilə ləğv edilib və sonradan şərtlər başqa bir şirkətin xeyrinə dəyişdirilib. Gürcüstan hökuməti ümumi təhsil sisteminin islahatı üzrə milli konsepsiyanı təsdiqləyib. Sənədi baş nazir İraqli Obaxidze imzalayıb. Konsepsiya çərçivəsində vahid dərslik prinsipi tətbiq ediləcək. Dərslikləri Təhsil Nazirliyi hazırlayacaq. 2026-2027-ci il tədris ilindən 1 və 4-cü siniflərdə məktəbli forması məcburi olacaq və mobil telefonlardan istifadə qaydaları müəyyənləşdiriləcək. 11-ci sinifdə repetitor dəstəyi təmin olunacaq, 12-ci sinifdə isə könüllü olacaq. Dəyişikliklər ilkin mərhələdə yalnız böyük şəhərləri əhatə edəcək. İslahat müxalifət və bəzi mütəxəssislər tərəfindən tənqid olunub. İstehlak qiymətlərinin aşağı salınıb-salınmayacağı məsələsi üzərində iş davam edir. Bugün Baş nazirin təşəbbüsü ilə yaradılmış Hökumət Əlaqələndirilməsi Şurası əczacılıq şirkətlərinin nümayəndələri ilə görüşəcək. Onlar hökumət administrasiyasında saat 13:00-da gözlənilir. Hakim komandada ümid edirlər ki, problem həll olunacaq və bu yaxın vaxtlarda vətəndaşların gündəlik həyatına təsir edəcək. Müxalifət isə prosesin gecikdiyini və nəticə verməyəcəyini deyir. Xatırladaq ki, ərzaq və dərmanlarla yanaşı hökumət komissiyası yanacaq bazarını da araşdırmağı planlaşdırır. Maya Sandu'nun Rusiya Gürcüstanı yenidən öz orbitinə qaytarıb bəyanatı yenidən kəskin siyasi müzakirələrə səbəb olub. Hakimiyyət və müxalifət arasında qarşılıqlı ittihamlar səslənir. Xatırladaq ki, Moldova prezidenti bu fikirləri Avropa Şurası Parlament Assambleyasında çıxış zamanı səsləndirib. O həmçinin bildirib ki, Moldova və Gürcüstan Moskvanın hücum hədəfinə çevrilib və Gürcü xalqının cəsarətinə baxmayaraq müharibə qorxusu səbəbilə Rusiya Gürcüstanı öz orbitinə qaytarıb. Prezident Nino Babayramı münasibəti ilə 59 məhkum əfv edib. Rəsmi məlumata görə əfv aktı 57 məhkumun cəzasına şamil olunub. 2 nəfərin isə məhkumluğu ləğv edilib. Bildirilir ki, əfv qərarı humanizm prinsipi və dövlət maraqları əsasında qəbul edilib. Əfv olunanlar səhər saatlarından etibarən penitensiar müəssisələri tərk edirlər. Onların bir hissəsi Geguti, digəri isə Ksani və Qıdani həbsxanalarında cəza çəkirdilər. Çoxatauri Bələdiyyə Məclisinin sədri David Şaraşidze polis əməkdaşına qarşı qrup halında zorakılıq ittihamı ilə saxlanılıb. Dinin məlumatına görə o və daha 2 nəfər Ozurgetidə restoranda mübahisə zəminində xidmətdə olmayan polisə hücum ediblər. Zərər çəkən müxtəlif xəsarətlər alıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə istintaq aparılır. Araşdırma müddətində həmin polis əməkdaşı vəzifəsindən azad edilərək dinin kadrlar sərəncamına verilib. Gürcüstanın Xarici İşlər Naziri Çinin səfiri ilə görüşüb. Tərəflər iki tərəfli və çox tərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Gürcüstan-Çin strateji tərəfdaşlığı çərçivəsində münasibətlərin müsbət dinamikası, ticarət-iqtisadi əlaqələr, eləcə də təhsil və mədəniyyət sahəsində əməkdaşlıq vurğulanıb. Orta dəhlizin əhəmiyyəti və inkişaf perspektivləri qeyd olunub. Tərəflər bir daha iki ölkənin suverenliyi və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiklərini təsdiqləyiblər. Milli Qida Agentliyi İmeretidə Tqaltubu bələdiyyəsinin Geguti kəndində qanunsuz pendir istehsalı faktı aşkarlayıb. Müəssisənin qeydiyyatçız və icazəsiz fəaliyyət göstərdiyi, həmçinin sanitariya və izlənəbilənlik qaydalarını pozduğunu müəyyən edib. Sahibkar cərimələnib, istehsal dayandırılıb. Oxşar pozuntular Samtrediyadakı Rago MMC-yə məxsus pendir emalı müəssisəsində də qeydə alınıb. Agentlik ölkə üzrə nəzarəti davam etdirir.
Birləşmiş Ərəb Əmirliklərində keçirilən ən iri beynəlxalq ərzaq və içki sərgilərindən birində Gürcüstan da təmsil olunur. Ölkə 2 pavilyonla çıxış edib. Sərgidə ümumilikdə 26 Gürcü şirkəti iştirak edir. Gul Food hər il 130-dan çox ölkədən 100 mindən artıq ziyarətçini və 5 mindən çox iştirakçını qəbul edir. Təmsil olunanlar arasında Avropa İttifaqı, Fars Körfəzi ölkələri, Afrika ölkələri, ABŞ, Çin, Yaponiya və Sinqapur da var. Donald Trump bildirib ki, Minnesotada gərginliyi azaltmağa çalışacaq. Bu barədə o Fox News müsahibəsində danışıb. Onun sözlərinə görə Alex Pret silahı gəzdirirdi, lakin hər iki halda Minneapolisdə baş verənlər dəhşətlidir. Trump sərhəd patrulunun rəhbəri Gregory Bovignonu tərifləsə də, onun kifayət qədər radikal şəxs olduğunu qeyd edib. Trumpın fikrincə Minnesotadakı etiraz aksiyalarında iştirak edənlər pulla tutulan üsyançılar və təxribatçılar idi. Arizonada sərhəd patrulu bir nəfər yaralayıb. Bu barədə NBC News yazır. Hadisə Pima dairəsinin cənub hissəsində baş verib. Yaralının vəziyyəti kritikdir. Yerli hakimiyyətin məlumatına görə sərhəd patrulu qeyri-legalları saxlamaq üçün əməliyyat keçirərkən bir avtomobili dayandırmaq istəyib. Avtomobildə olan şəxs qaçmağa cəhd edib və sərhədçilərə atəş açıb. Cavab olaraq isə onlar da atəş açıblar.